Bu birinci ihanətdir türklərə. Biz hər il heç olmasa bir dənə beləncilik biz adına muvacıyıq. Bəzən bunların xəbəri çıxmır. Bəzən televizyonda olur, tənz bərnamələrində olur. Amma gizli şəkildə bir dənə hünəri şiger dinən ilqa olunur. Bir dənə hünəri şiger dinən Türkün təhqiri, Türkün hiqarəti, Türkün balalarına Azərbaycanda ilqa olur. Təqribən hər il, bu 15-16 ildə mən diqqət eləmişəm, hər il televizyonda bir dənə serial olub ki, onlar bir cürə Türkə toxunmuş olsunlar. Bir cürə Türkün dilini məzxəriyə tutsunlar, Türkün dilini alçaq və bir ləhcə həddində saysınlar və o bir tərəfdən Türkün fərhəngini bir xurda fərhəng kimi göstərsinlər, bir kiçik fərhəng kimi göstərsinlər. İran, böyük Fars fərhənginin bir elə bir qətrəsidir. O halda ki, hamı dünyada bilir. Biz özümüz, Fars sözü də, Farslar özü ya Farsçılar əsasən deyək. Bilirlər ki, necə ki Fars bir fərhəngə mədəniyyətə malikdir, biz Türklər də bir mədəniyyət və fərhəngə malikik. Bunu bilə-bilə Farsın mediası, Farsın risanəsi Türkü özünün bir kiçik cüzü hesab edir. Çox gizli və zərif şiirlər və fənnilər edir. Ki, çoxunu biz başa düşmürük, əsasən millət başa düşmürük. Belə bir açıq və İranın ihanəti kimi ihanətlərdir ki, etirazları mövcud olur. 1374'də də beləncilik bir şey oldu. Bir Tehranda pozisiyonlara çıxartdılar, 15 ayında və onda da Türkləri təhqir eləmişlər pozisiyonlara. Tehrandan hər neçə məntəqədə aparıb onu pozisiyonlara doldurmuşlar ki, sən bir Türklə qalarsan, sən bir Türklə evlənərsən, sən bir Türklə... Belə suallar. Ya belə bir Türk bir ayrı yerdən gəlmədir, İrana muhacirdir və Tehrandan muhacirdir, həqqi yoxdur və indi baxaq ki, bir dənə Fars hazırda bunu qəbul eləsin ya yox. Niyə belə ihanətlər həmişə devam edir və getdikcə də çoxalır? Getdikcə çoxalır. Baxaq Farsçının zehniyyətinə, baxaq onun oxuduğu tarix kitabına, baxaq ya da İranın tarixin, İranda yaşayan millətləri necə tanıtdırıblar? Şah zamanı, Türk hökuməti süqut edəndən sonra İngilisin əli ilə İranda mədrəsələr də dəyişildilər. O zamana kimin mədrəsələrdə Türk və Fars dili bərabər oxunardı və qədim mədrəsələrdə, özümüz məktəblərdə də ərəb dili də yanında vardı. Türklər özləri məktəb açmışlar, Rüşdiyyə mədrəsəsi kimi və əslən birinci yol, modern öyrətim ya amuziş sistemini Türklər İrana gətirmişlər. Onun üçün Türk dili də Fars dilinin yanında vardı. İran divan dili onda Fars diliydi, Fars dili də bunun üçün yayılırdı. Farsın hökuməti Rıza Şah İngilisin təvəssütü ilə alır əlinə. Və müvəzzəf olun, Farsçılığı İranda yaysın. Bu hökumətin ideolojisi, çünki hökumət Kudütü ilə almış səndən, bir ideoloji lazım idi. İslami hökumət də deyildi, özün bağlasın Peyğəmbərə, ondan teori çıxarsın. Gəldi bir 2500 illik tarix düzəltdi. 2500 illik şahlıq tarixi. Bu 2500 illik şahlıq tarixindən şah məna tapıldı. Deyil 2500 il İranda şahlar hükümət ediyirlər və mən onların devamıyım. Burada millətlər itirdilər. Müşəxəs dönüdür. Burada kimlər yaşayıblar? Bu torpaqlarda və İran torpaqları adlanan yerlərdə kimlər yaşayıblar? Fəqət biz tarixdə uşaqlarımız bunu oxurdular. Türkün uşağı, Farsın, Ərəbin, hamının uşağının məclisindən bunu oxurdu. İran'da 2500 il şahların hökuməti varmış. Fəqət şahların adları gəlirdi. Sizlərin adları gəlirdi. Hərdən də deyirlər bir Türk gəldi, amma Türk hökumət eləmirdi. Onun bir vəziri vardı, hamısı da o dolandı məmləkəti. Silsilə Türk'ünmüş, amma bir də fəqət Fars varmış, içində deymişlər o dolandırılmış. Siz tamam tarix kitablarında, məclisi tarix kitablarında bu var. Vəzirləri böyüdürlər.
Çünki 3-4 dənə türk fars bəzir olub, əlbəttə bunların iş bəzinin farslığı da müşəxəs deyil. Ancaq türk silsilələrindən də ölmüşlər, eşitəlmişlər. Bunlar böyürlər. Gözlürdür, inqilabdan sonra bu kitabları değişsinlər. Vaqi İranda yaşayan millətlərin tarixi tədris olsun məsələlərdən. Millət inqilab eləmişdir, istibdad eləyirlər. Və bu millətin dedəvlasının tarixi yenə gəlirdi kitablara. Belə olmadı. Təəssüflə belə olmadı. İran hökuməti gənə milli baxımdan qabaqki rejimin siyasətlərin devam elədi. Kitablarda fəqət tarix kitablarına baxsaz, şah zamanı ilə inqilabdan sonranın tarix kitablarına baxsaz, burada bir fərqi var. Şah zamanının tarix kitablarında peyğəmbərlər tarixi yoxdur. İnqilabdan sonra peyğəmbərlər tarixini artıblar ona. Ki bunların özləri üçün bir əsli tapsınlar tarixdən. Ki biz də onlara bağlıyıq. Amma şahlar yerində, farslar yerində və genə millətlər tarix kitabından həsb edir. O birisi doğru. İran mədrəsələrindən çıxan tarixdə belə bir təsəvvür alır. O şəhərində oturub Simnanda, Yezdə, Kirmanda, hər kəs o şəhərdə, hətta bu Zənyan Təbrizdə fərq eləməz. Biz öz dilimizi, öz mədəniyyətimizi görmürük kitablarımızda. Biz kitablarımızda gördüyümüz bir dənə Fars hökumətidir. Bir dənə Fars silsiləsidir. İkisini dağıtma. Qalan oturur. Biz tarixdə fəqət Farsı görürük və hər kəs də bu düşüncə ilə gəlir. Və cəlibdir. Türk'ün, Ərəbin, Xətərin bu tarixi yazanlar biliblər. Bu tarixin unsurlarının biri də Türk və Ərəblə ziddiyyətdir. Təbii, bu mədrəsələrdən çıxan və bu tarixi oxuyan adam bir, İranda fəqət Türk, Fars unsurunu rəsmiyyətə tanır. Çünki İranda bunlar gəliblər fəqət Fars varmış. İkinci, Ərəblə və Türk ilə zidd olur. Bu adam sonra gəlir olur yazıcı, sonra gəlir olur qəzifəçi, sonra gəlir olur sənətçi, sonra hər nəsə olsa, siyasətçi olsa. Bir misal öyrənlərdir, bizim bir ustadımız var idi. Çox İslamçılığa müddəidir bu adam. Çox müddəidir. Hətta Düsturmuşun əleyhinə bir kitab yazdı və müfəssəl onun tərqindən bir kitab yazdı. Həmin adam mənim ustadım idi, klasda bir yol döndü dedi ki, Ərəbi susmuazlar. Bizim də bir Tunisli həmkilasımız vardı. Farslar özlərini tərqinə sonra bir ustad, yəni də bilsən bu Ərəbin yanında. Baxın, hətta bu İslamcı təfəkküründə olan adam, çox şəriətçi olan insan Ərəbi qəbul eləmir. Niyə? Çünki tarixi olur gəlir. Buna bir dənə mənfi milliyyətçi olur gəlir. Milliyyətçi iki cürdür, nasyonalist iki cürdür. Biri müsbət, biri mənfi. Müsbət bizim də onun nasyonalistindəndir.